Biri də hakimiyyətdə olan adamların təcrübəsizliyi, bəzi hallarda həyənəti olmuşdur. Azərbaycan Xalq Cəbhəsi Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla idi. Həm böyük bir abırçılıq idi. 23 ildən sonra əgər ölkəni ata-oğul hakimiyyəti dalana gətirib saxlayıbsa və ölkəni çıxılmaz problemlər qarşısında qoyubsa, təsəllini 23 il bundan qabaq bir illik hakimiyyəti tənqidlə təsəlli tapmaq istəyirsə, bu özü onu göstərir ki, doğrudan da bu hakimiyyət acınacaqlı durumdadır. Azərbaycana belə bir rəhbərliyin olması Azərbaycan xalqı üçün kifayət qədər ciddi problemdir və bu hakimiyyət aciz və iş bacarmaz bir hakimiyyətdir. Birincisi, əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərtsiz də görərik ki, bu adamlar nəinki ölkəni, kolxozu da idarə edə bilməzlər. Dövlət katibi komsomolçuydu. Ah çekerim feryadıma, donarsan kalbine bir daha. Ondan sonra Flügel kimi əqidəsini dəyişmiş və xalq hərəkətinə qoşulmuş birisi. Ondan sonraki dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 90-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Dövlət başçısı yalan danışmamalıdır. Xüsusilə gənclərin qarşısında. Çünki mənimlə bağlı dediklərinin hamısı yalan idi. Orada bir həqiqət o idi ki, mən əvvəl Komsomol Komitəsinin katibi olmuşam. Amma mən Komsomol Komitəsini 89-cu ildə Hüquq Fakültəsində dostlarımla birlikdə ləğv eləmişəm. Onun atası birinci katib olub, KGB-nin generalı olub. Əgər o sistemdə vəzifə tutmağın hansısa bir negativi varsa, o bu barədə danışmamalıydı. Çünki KGB generalı olan, birinci katib olan atasını dövlətin az qala qurucusu kimi təqdim edir. Amma mən bir fakültədə komsomol katib olmuşam tələbə vaxtı və o komsomoldan da çıxmamışam, oranı buraxmışam sadəcə olaraq. Orada daha komsomol komitəsi yarada bilməyiblər məndən sonra. Mən xalq hərəkatında olmuşam. Bu hissəsində müəyyən o həqiqət var idi. Qalan dedikləri isə tamamilə yalan idi. Deyir ki, 90-cı illərin ortalarında mənim hakimiyyətlə münasibətlərim yaxşı olub, ona görə parlamentdə olacağam. Birincisi, dövlət başçısına yaraşan söhbət eləmir. İkincisi, mənim bu hakimiyyətlə münasibətim həmin illərdə yaxşı olsaydı, bir dəfə ona salam verərdim parlamentdə. O da deputat idi, mən də. Əgər münasibətim yaxşı olsaydı bu hökumətlə, bir dəfə onun atası dövlət başçısı idi. Parlamentə gələndə ayağa qalxardım. Kim təsəvvür edə bilər ki, kimsə, hansısa bir müxalifətçi qeydələrlə danışıb mandat alsın, sonra da o zala gələndə qalxmasın ayağa. O vaxt Dağlı Qarabağda qanlı döyüşlər gedirdi. Ancaq onların əsas vəzifəsi hakimiyyətə gəlməkdir. Nəyin baxasına olursa olsun. Hətta bəziləri sevinirdilər ki, Şuşa və Laçın işğal altına düşüb ki, bu tezliklə əvvəlki hakimiyyətin yıxılmasına gətirib çıxaracaq. Mən onunla fəxr edirəm ki, 23 ildir ki, o əqidə haqqında danışır. Şimdi o gərək danışmıyor bu barədə, çünki o belə şeyləri bilmir. Qarabağda da olmayıb, deyir, xatırlayıram. Nəyi xatırlayacaq? Ateşkəsə qədər Azərbaycana gələ bilib ki, nəysə xatırlasın. Amma mən Hüquq Fakültəsində təhsilimi yarımçıq qoyub 90 nəfərlə Qarabağa getmişəm.